İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Axşamınız xeyir olsun. Sən Zarafat elə verilişinin izləyiciləri. Xoş gördük sizləri. Necəsiz? İstəyirəm vaxt itirmədən ilk səhnəciyimizə keçid alım. İlk səhnəciyimizdə mövzu belədir ki, əziz dostlar, ailə həyatı quranda gedib sizdən maraqlanıblar. Maraqlanmamış vermək olar qızı. Oo, maraqlanmamış qızı vermək olar, yoxsa almaq olar? Almaq da olmaz, vermək də olmaz. Bəli. Maraqlanmışsınız siz? Bəli. Necə idi? Nəticə nətər oldu ya? Əla, maşallah, əla. Adınız necə oldu? Ayla xanım. Ayla xanım bu üzrə mütəxəssisdir. Deməli, bu səhnəciyimizdə bununla bağlıdır. Elə bir ki, düşünün ki, Ayla xanım bir şirkət açıb. Adı da Get Maraqlandı. Belə bir dənə şirkət var, təsəvvür eləyin. Alqışlarla yenə keyflərimiz yerində. Alqışlarınızla Get Maraqlan şirkəti. Sən zarafat elə. Bəli, Araz bəy. Bəli, Get Maraqlan şirkətidir. Araz bəy, biz o qızla maraqlandıq. Heç məsləhətli qız deyil. Atası məsləhətli kişidir amma, yaxşı yerdə işləyir. Evlənibsiz? Ayşın, Allah xoşbəxt edir. Bəli, qardaş. Hə, qardaş, maraqlandıq. Qardaş, sən o qıza layiq deyilsən, başıma dönüm. O ataların bir sözü var, anqır tayını tap. Onu elə məncə. Ağza gələn danışma. Ağza gələn danışma. Ay mama, ay mama. Mən nə gətirdin bu şirkətə? Bu nədir? Get Maraqlan. Qışqırma, bu bir. İkincisi, nəyə gətirmişəm? Tapdığın qızla maraqlanmağa gəlmişik. Oy. Tapdığın qız qohum olsaydı, heç bura kimi gəlib çıxmazdıq. Google'u Tahirəyə deyərdim, gedib bir dənə qəşəng qız tapardı sənin üçün. Google'u Tahirə kimdir? Yox, ChatGPT Zakir. O niyə Google'udur ki? Tahirə kim olacaq? Nəslimizin ağbirçəyi. Bütün nəsli o evləndirib. Elçiliyini də özü eləyib. Hələ o azmış, özü də öz elçiliyini eləyib. Şirin çay kim gətirir? Avtopilotdaydı, nə? Bilmirsən, heç kimi yoxdur onun. Özü də birinci dəfə gedib verməyiblər. O da hirslənib, gedib dayın Namiqi götürüb qaçıb. Namiqi yox, hə? Nə də? Nə fərqi var? Nadiri qaçırdı. Jurno klient de bunlar. Hoş gəlmişsiniz, hoş gəlmişsiniz. Buyurun keçin. Mama, gəl mama. Gəlin. Çay, kofe. Çay. Çay. Mən də bir vaxtdan deyirəm, hansını içim. Sizə necə kömək eləyə bilərəm? Bax, maraqlandığınız adam varsa o heç. Yoxsa əlimdə qəşəng qızlar var. Bax, Günay. 23 yaşı var, məsləhətli qızdır, maraqlanılıb, hər şey eləyib. 40 il qarantiya veririk. Buna bax, kifayət. 25 yaşı var, 20 il qarantiyası var. Bunun niyə qarantiyası azdır? Çin qızıdır, nədir? 20 ildən sonra onu atıb satdı öyle. Bəs siz öz şirkətinizə qarantiya verirsiniz ümumiyyətlə? Polnu. Əgər bizim maraqlanmadığımız qızla evlənsəz, bizim maraqlandığımız qızı almasaz, pulunuzu qəpiyinə qədər qaytarıq geri. Nə yaxşı. Biz, bilirsiniz, biz bir qızla maraqlanmağa gəlmişik burada. Namizədiniz var. Ha. Üzr istəyəm.
Xala qızı alınmadı, bu ildə qaldın evdə. Bu xalası necə oldu? Düz ünvandasınız. Hə. Düppədüz ünvandasınız. Maraqlanmaq bizim işimizdə. Bizim bir dənə işçilərimiz var. Snayper Səkinə var bizdə bibi. Gedir, qız harda qalmır, onunla üzböz inadan, ev tutur eyni mərtəbədən. Binokunla qızı gözətləyir belə. Bütün günü, 24 saat. Botanika Əhməd var. Yeni ildə yolka kimi girir evlərinə, Novuzda səməni kimi. İnansan, yetimi martın axırı neçə dəfə zibil yeşiyindən götürüb gətirmişik. Ay oğul, biz özümüz şəxsən, özümüz maraqlanmaq istəyirik. Başa düşdün? Hə, başa düşdüm. Onda siz özünüz iştirak eləmək istəyirsiniz. Bəli, bəli. Onda sizi kamuflyaj eləmək lazımdır. O nədir? O nədir? Sizi bəziyib evə soxmaq lazımdır da. Xanımı divan kimi, səni də xaldinikdə o əzilmiş limon olur. Onun kimi soxa bilərəm qızgilin evinə. Yox, mən tez soyuqluyuram. Onun başında. Onda səni rajok kimi, mamanı da yumurta kimi sala bilərəm evə. Rəddəli o yana, kiminsə əlindən düşsün qırılım. Söz danışdı bu da. Bu insan bedində bir şey yoxdur. Variant qoymadınız da mənə, bax. Məcbur sizi təmizlik şirkətinin işçisi kimi salmalıyam evə. Xəstəsən sən, bayaqdan niyə insan bedində şey demirsən? Yumurta, limon, yox. Elə bilsən indiki dövrdə insan olmaq asandır, hə? Dayan, oğlum, dalaşmayın siz Allah. Hə, təmizlikçi evə girməyə razıyıq. Hə, Razısız ki, vəla da, gedək də, nə oturmuş. gedək. Gedək. Hə, gedək. Maşennik gədə. Maşennik gədə. Nə olub ay bibi? Sən şirkətindən bir kişilə maraqlandım. Öyləndim, 5-ində qaranti vermişdin. Nə olsun? Öldü. Garantiya kağızın üstündə. Bu yaşda dul qaldım. Az bunun garantiyası 10 günlük qutarır. Buyur. Məzələlisən. Garantiya qutarır. Alanda sroka bax da, sroku keçmiş maliyyə alırsan. Kişinin başını yemirsən, gəlmirsən, düşmüsən mənim üstümə. Gedək biz tələsirik, Tamam. xahiş edirəm. Gəl görək. Evə hələ gəlin gəlməyib, köpək qızı. Evini mənə təmizlətdirir. Amma gəlin gəlməyib ki, dalaşırsan isə. O birinci başladı da. Kim başladı? O, Nə vaxt başladı? nə? Nə dedi? Gəlini hələ gətirməmsən. İndidən mənim təpəmə daş salırsan, ha? Məni gəlinin ayağına verirsən, Ha, bax, gəlin bax. düzünü de. O yoxsa mən. Ay mama. O yoxsa mən. Az o yox deyil. O yoxsa mən. Ay mama. O yoxsa mən. Sən! Ürəyim sərinlədi. Gəlin var, bu gəlin gələndən sonra başı mənim başımda turp əkəcəyim. Yeşə adamlar sizə, biriniz pol silirsiniz, biriniz toz alırsınız, mənə verdiyiniz işə bax, pərdə asmaq. 3 dənə tumbuşkanı üst-üstə qoymuşam, karniza çatanmıram, bir yaxdan. Heç olmasa qucağıma alardın da məni. Mənə bax, bunu almaq istəyirdin sən, ha? Qız uşağıdır, bunun stolunun tozuna, torpağına bax ginən. Mama, dirəşmə, orada toz yoxdur. Var. Mama, mikroskopla da baxsın, orada toz çıxmayacaq. Çıx da, soxaya qalasan səni. Mama, o vapşı əski deyil. Bu ev niyə belə gül kimi tərtəmizdir? Çiçək kimi eləmişəm, qabları yumuşam, paltarları tüləmişəm, yığmışam şkafa. Hə, şampun çıx. Hacı. Sən qabyon deyilsən, sən kişisən. Sən başın çatmır, biz bura gəlmişik ki, iş görək, vaxt qazanaq, maraqlanaq. Sən bu nə həvəsli girib hər yeri yığışdırırsan. Əl vərdişi deyil qaqa. Evdə arvad o qədər basıb işlədib ki məni. Çiftli ev gördüm, dilimlə yalayıram az qala evi. Arvad dalında maraqlanardın da özüvə. Elə vaxtında maraqlanmadım deyə bu Get Maraqlan şirkətini açdım da. Sana bir şey deyim. Sənin bu maman var, qaşım mən yerdən qan çıxardan arvadda, bilirsən? Görmürsən, gəlin yoxdur, dava düşmüşük. Hə, Samirə. Hə, bizim qızı da istəyən var axı. Kiri, bizdən danışır. Qoy görək nə quşlayacaq, sakit dur. Asə, deyilənə görə anası çox yaxşı arvaddır, ürəyi təmiz, əl açıq. Bəlkə bu qızı alaq.
Oğlan? Az oğlan maymağın biridir. Qaymaq dedi, hə? Mı ilə dedim, mı. Qıdı öldü. Salım siyon mıydı, em. Niyə elə oldu ki? Az nə bilim, yəqin atası tərəfi oxşayıb da. Oxşamışlar ilə, oxşadılar toğa. Az yox səndə, az yox bilmirlər. Elə ona görə soxuşdura bilmişik da, hə. Az yox bilmirlər. Yox, hardan bilirlər uşağı var deməmişik ki. Az elə bir ki, yeni ildə bir uşağı soxuşduracaq ki, yerdə Novruz bayramında da ikinci uşağı. Kirmiş dur. Ha, maman özün knockout elədi. Ay xanım, nə oldu buna? 1, 2, 3. Ayrılmır. Ayrılmır, su gətirmək lazımdır, su. Mama oyan, mama. Ay mama. Baban rəhmətlik. Hamımıza salam göndərirdi. Bu dəf qaydı be. Oturmuşdu yumşaq buludların üstündə. Namik dayınla mərd oynayırdı. Namik daimi ölmüyor bax hələ. Yaxşı maman oyuna girməyib. Mamasız qalmışdı. Nətə, deyə nəyə görüm? Qoy Pakizə xalan yaxşı bilər. Qoy bir yığın. İşləyəcəklər. Alo. Az ne tez haber tuttun. Namik bu dəqiqə öldü ye. Az dədən oldu. Niyə oldu? Nerede oynuyordu? Mars'a gönderdiler. Yüreği partladı öldü. Ha? Ay mama. Bəlkə bu Namik dayının başını buraxaq, biraz mənlə maraqlanaq. Mənim də burada xəyallarım ölür, olmayan ailəm ölür. Bax görürsən? Əsilsiz, nəsilsizin biri ilə ailə qurmaq istəyirdin. Amma mən də deyirdim ki sənə, abala qohum al. Nə varsa qohumda var. Az nə danışsan? Allah rəhmət eləsin, Namik öldü. Qohum çıxdıq. Oy. Mən demişdim də onu Mars eləməyin də. Sən öl qohum çıxdıq. Hə. Nə var qohumda var mama. Nə istəyirsən var ha özdə. Sizə bir şey deyim. Elə bil birinci sizin nəsillə maraqlanmaq lazım imiş ha. Elə deyil. Namik zatdan, nərddən o heç vaxt ölə bilməz. Nə danışırsan? O yaxşı zat zər tutdu. Zər tutdu, yaxşı zər tutur, ömründə də zat eləməyib, uduzub eləməyib. Bir də ki, Namik təzəliklə, qaşlarına parik qoydur be. Kitaydan zakaz verib. Amma tərs kimi hamısı dəqiqə bir tökülür də bığların üstünə. Görən də elə bilir ki, Namik bığ. Az nədən ölüb, Namik nədən ölüb? Nə? Yazıq, zər tutanda ölüb eləmi? Ya can, əlindən də ala bilməyiblər eləmi? Ölərəm. Bax sizə deyirəm, Namikin saatını kim götürür, götürsün, bığları mənimdir. Az qaşları mənimdir. O bığa tez-tez düşürdü aşağı qaşı elə bilirdim bığdaq. İnanırsan, mənim o vaxtı gəncliyimdə bir dənə xatirələrim var o qaşlarla. O qədər mənə qaş göz eləyir. Ay mama lazım deyil. Ay mama lazım deyil. Fırlat bir yana. Oy bibi, biraz aşağı. Çək benim mamamın əlindən hə. Qaşı oldu arvad. Mənə bax, biz sroşnu buradan çıxıb getməliyik. Yoxsa bunlar mənim əlimdə qalacaqlar. Yox. Mən Allah'dır bu, mən ürəyimdən çıxanı deməsəm gedə bilmərəm, mən rahat ola bilmərəm. Hə, yeşə oğlansan, bura gəl. Arif də, gəl sağ gedək, mamanı eşit. Söz-söhbət salmaq lazımdır. Onda pulumuzu qaytar. Nə pulu? Nətər nə pul demədin, evləndirməsən pulumuzu qaytaracam. Pulumuzu qaytaracam deyəndə, daha gəlmişik də, gül kimi qızdı, evlən getsin də, nə olacaq? Ana tez söndün hə sən? Bax, sən bu qızla evlənsəydin, neçə uşaq nəzərdə tutmuşdun? Minimum 3. Ay sol, ikisi hazır da, bir dənə uşaq var.
İnqibatır almıram, arvad alıram. Uşaqdır da başını sığallayatsan böyüyəcək. Sən bizə indiki dövrdə uşaq saxlamaq nə çətindir? Mən özüm şəxsən 8-ci sinifdən sonra özümü inşaatdan saxladım ki, ailəmi rasxoda salmayayım. 8-ci sinifdə geyindim paltarlardı, bax əlimdə. Yox, məsələ uşaq deyil. Mən qürurumla oynayıblar, məzələrsən sən. Bu xalça da təmizlənməlidir, çirklidir. Bu evdə o xalçadan başqa təmizlənəsi şeylər var. Xalçaya nə var? Yuyursan təmizlənir. Başa düşmədim. Məsələn, sizin vicdanınız. Nə olub bizim vicdanımıza? Az. Sənin vicdanı bu o moykada gecə gündüz 24 saat su ilə yusan, yenə də təmizlənməz. Ay nəslimizin üz qarası. Qohumuq, O göz qaç eləyən Namik də qohumunu. Sən o nəsil yığışır ha. Salam. Sizdə duz olmaz. Bizdə duz qutarmışdı. Günay. Toğrul. Günay. Toğrul. Ha, hardan gəlirsən? Getdin, uşaqları bağçaya qoydun, gəldin, ha? Sən burada nə edirsən? Bu nə bitdi? Maman hər şey danışdı, mən hər şey bilirəm. Çəkilə. Mamam nədir? Mamamı harda görmüsən? Qatar deyib, deyim mama. O mamam deyil, qonşumuzdur. Ha? Mama sən qonşundur. Bu nə Hind kinosu da? Bir mamamla maraqlanım görüm bizdə nə kinosu çəkirlər. Biz burada qalmırıq, biz qonşu qapıda qalırıq. İki qonşuya bir qapımız var. Deyir qapı bir qonşumdur da, mus-mus dediyinə Mustafa de görək nə deyirsən? Günay, biz bəs gəlmişdik, evdə maraqlandıq mamamla səni belə. Bir dənə qapını səhv salmışam da, niyə elə baxsın? Günay. Utanmırsan, sən mənlə maraqlanırdın. Nə sualım var idi, məndən soruşardın, deyərdim də. Lap da ki, nəsə bir problem var, mənim nə günahım var, ailəmin problemidir. Hər kəsə fərd olaraq dəyər vermək lazımdır, doğru. Heç kimin günahını heç kimin üstünə atmaq olmaz. Ayıb olsun sənə. Bir dəqiqə olar üzünə tüpürüm. Dolar. Günay. Getmə, Günay. Baba, gördün mü harada? Deyən bəs o da qohum çıxdı. Bir deyən görə, hara qaçdı? Xanım, sən o 2 uşaqlı qızın var. Dedi, nə oğlana soğuşdurmaq istəyirik. Oğlan 100% gəlib mənim şirkətimlə maraqlanacaq. Mən 5-10 manat ver quşdamayım. Yer göbələyim, tut canım olay buradan. Yürü evimdən, yürü. Yaxşı, sən tüpürmədin. Necə idi dostlar? İndi istəyirəm bu səhnəciyə keçid alaq. Deməli dostlar, bu səhnəciyimiz də bədxərc və simic 2 nəfər var. Onların başına gələn problemlərdən danışır. Bəli, sizlərdən yazırıq əziz dostlar. Enerjimiz necədir? Bir dənə son enerji. Ay maşallah. Onda bu enerji ilə qalırsınız, keçirik növbəti səhnəciyimizə. Sən zarafat elə. Mən sənin qədər simic adam görməmişəm. Utanmırsan da deyirəm, parkovşka 1 manat verdin ki, get buradan 5 qəpik çıx, 95 qəpiyini geri qaytar. Parkovşik 1 manat əlində güc qoyuna dönüb fırlanır orada. Nətər tapsın 95 qəpiyi? 5 qəpik pul deyil. Yox. Mən niyə çıxardıblar onu? Pul deyilsə. 20 dənə 5 qəpik 1 manat edir. Bir dərdimə sərmə xərcləyərəm də yığaram üst-üstə. Bizim 1 manatlıq nə dərdimiz ola bilər? Sən mən nə restorana gətirdin, nə bax. Hə? Rövşəngil də gələrdilər bizə küftəmizi yeyib oturardıq da. Küftəmizi yeyib oturardıq da. Nəyinə yeyəcəkdim küftəni? Ət lazımdır. Sən axırıncı dəfə nə vaxt ət almısan, yadındadır? Yalancı küftə pişir. Yalancı küftə olur. Nətər olur? Yalancı dolma olur, yalancı küftə olmur. Dolma yalan danışa bilir, küftə danışa bilir. Küftə həqiqət tartısıdır. Özü noxud da var idi, pişirə bilərdim. Noxud pişirə bilərdim. 4 dənə noxud gətirmişdin, 4 dənə. Dedin gələrlər, hər boşqabımıza birini qoyarıq. Onu da yəqin çəngəllə bölərdik, yarı-yarı yeyərdik.
Mən çox maraqlıdır. Ya sən o 4 dənə noxudu hardan almışdın? Hansı market vermişdi onu sənə? Pivnoyda uşaqlar elə pivəni işləyir. Gördüm elə boşqabda 4 dənə qəşəng qaynanmış noxud. Dedim israf olmasın da atdım cibimə gətirdim də. Gərək rasxod eləyək. Hə, qaz yandıraq, su qızdıraq, içinə noxud ataq. Noxuddur da. Salamünaleyküm. Xoş gəlmisiniz. Buyurun sifarişinizi deyərdiniz. Bu qarşılama ilə şot 50 manatdan yuxarı olmayacaq, mən getdim. Biabır eləmə bizi. Açığı bir dənə söz deyim. Burada qiymətdə ot tutub yanır. Həqiqətən elədir. Özü buranın işçiləri var ha, personal işçilər. Hamısı əvvəlki müştərilərdir. Şot gələndə pul verə bilməyiblər deyənə, zalaq qalıb burada işləyirlər. Elə mən özüm də onlardan biriyəm. Ona görə sizdən artıq dərəcədə xahiş edirəm. Məndən qəti surətdə güləriz, qulluq gözləməyin! Başa düşdünüz məni? Nə baxırsınız? Davay sifariş edin. Vaxtım yoxdur. Şeydir, adam gözləyir ya, biz gəlsin sifariş eləyəcəyik. Gözlərim aydın adam gözləyirsiniz. Tutaq ki, mənə Allah'dınız. Aha. Elə bilin ki, 5 dəqiqə qabağa düşdünüz. Amma 5 dəqiqə sonra gələcəm. Eşitdiniz məni? Sağda baxın, sağda baxın. Ay sol, 5 dəqiqə sonra gələcəm. Yaxşı. Oldu. Üzr istəyirəm. Birinci dəfədə zalojnik ofisant görürəm. Biraz mən də qorxdum. Amma olan şeydir. Getdi o. Nağarsan? O nədir? Səni bilmirəm. Mənim burada işləmək fikrim yoxdur. Qəşək kreşka götürmüşəm. Qəşək. Başımızı salaq aşağı dənliyək. Dənliyəyə bax. Oradan baxanda toyuq oxşuyuram mən. Hə? Toyuq da deyil, bu hinduşka səsidir. Mən başımı xarab eləmə, nə olur biabır eləmə, bizi qoy onun cibinə. Nə, ötər cibimə yığma, qulaq as, bunu ye. Hələ sağ cibimdə yarım porsda mərci var. Prosta elə bil, deyəsən, kulok cırılıb, sağ ayağımda bir istilik. Aşağı tərəf ki, biri var ayağı ruzlu, biri var ayağı mərcili. Rıza, başına daş düşməsin. Sən üstündə lunch menü gəzirirsən. Mən də deyirəm, bu cürlə restoranın bu iyi hardan gəlir, sən üstündən gəlirmiş. Ay Allah, mən dedim ki, sən evləndən sonra dəyişilərsən, amma elə eyni qaldın. O, nədən dəyişilməm ya? Özün demədin, sən romantikləşmirsən. Gecələr şam işığında yemək yemirik, romantik. Mən bilirəm, sən o şamı niyə yandırırsan. Ha. Bilirəm, niyyətin nədir o şamı yandırmaqla. Sən romantik olmaq adından güya belə şeysən də super-puper romantik. İşığı elə ekonomiya eləyirsən də sən. Mən simist deyiləm. Mən ekonomam. Çox. Xahiş edirəm, məndən komfort plus düzəltmə. Sən çox simic adamsan. Sən o qədər simic adamsan ki, bizim evdəki lüstrdə 12 dənə lampa taxılır. Amma sən 12 lampaya bir dənə lampa taxmısan. Evimiz elə bir Simnarxanın zindanıdır. Sən o qədər simicsən ki. Yalancını göz kosa daşa döndər. Laf elə. Sən o qədər simic adamsan ki, toyumuzda 500 nəfərlik toya sən operator çağırmamışdın. Bu nə deməkdir? Harda görülüb ki, toyun kasetini gedib sən restoran təhlükəsizlik kamerasından götürəsən? Orada da görüntü var idi, səs yox idi. Cəmaət oynayırdı, bilinmirdi nə oynayırdı. Saat oyun əvvəlində dedim ki, bərk-bərk, bax, yaxşı yadında saxla, hə? Xatirən olsun da. Onlar da simişlər, dayı kamera qoymuşsa bunu səsli qoydu, hə? Dayıyla mazor oynayırdı, ha, səs. Hələ kol bastı da var ki, Buyurun, müəllim. Buyurun. Müəllim, Deməli, üzr istəyirəm. Çayın yanında nə olsun, müəllim? çayın yanında mürəbbə versən, Mürəbbə verir. 5-6 cür olsun. Bugün pulun var, dağıdacam pulu. 5-6 cürə, ya çiyələk zat, hər şey. Çiyələk zat, feyxuazat hər bir şey olsun. Ondan sonra şirniyyat olsun, rulet olsun. Rulet nə olsun, çiyələkli olsun. Çiyələkli olsun, moruqlu olsun, nə bilim feyxualı olsun, ürəyin nə istəyir olsun. Bir sözlə
dağıt stolu. Nə varsa doldu stola. Bugün pulu dağıdacağım. 2 dənə də Churchill olsun. Ha, Churchill çox olmuş. Yox, Rıza otur başına dur, yaxşı. Otur. Hər öz şotun verəcək də otur. Az o mənim qədər maaş alır da, oğlum bu verəndə o. Fərqiniz ondadır da, nə qaraq otur. Elə bir dədəsi babası Churchill içib. Churchill də nədir? Limonlu, qazlı, suzu, şey. 2 nəfər də gəldi, yəni tarikalar çoxalır ha getdikcə. Qulaq as, cibində şampuzat gətirmisən? Bu mənə yaman ilişir ha. Oo, salam aleyküm. Necəsən? Salam aleyküm. Salam aleyküm. Necəsən? Nə var, nə yox? Rıza qardaş necəsiz? Sağ olun, sağ olun. Siz necəsiz? Niyə belə gecikdiniz? Ay qız Rövşəni bilmirsən. Dirəşdi ki, taksi ilə gedək. Dəşdə deyəndə güçmü atdı, ana pulum var, xəşliyirəm. Ha, siz bu qabaqdakı binada qalmırsınız? Hə, burada qalır. Sən yerin olsam iplə tullanarım, orada. İstəyirdim, bu deyim, bir dənə ifqıdılar. Tapır-tapır qaçdı neysə. Hələ bu nədir ki, sən bir qulaq ası. Bilirsən, mən nə eləmişəm? Oha. Evdəki balıqlar var ha. Bilirsən, nə almışam onlara? Ha, demək ki, raskod eləyib böyük akvarium almışam. Yox, böyük akvarium nədir? Kupalnik almışam. Sən balıqların kupalnik geyinir? Ha, mən endirimdəydi, dedim, var da, pul var da, bunu xəşdə də, dağıt da bu pulu, xəşdə dağıt da bu pulu. Balıq olsun üzürdü ana, bir də buna nə kupal, utanırlar, nədir? Olmasın da. Rıza qardaş, o nədir ki, yaşlı balıqlara da naçnoy alıb ki, alıb geyindirib ki, rahat olsunlar. Bu cavan balıqlar kupalniklə o yaşlı balıqların qabağında çibir. Ha, bu balıqlarda da böyük kiçik qalmayıb ya. Xalq görürsən nə qarır? Balığına da paltar alır. Amma sən bir paltarı alanda o qədər simic adamsan ki. Bir paltarı alanda nə ki onun çekinin üstünə yazılıb ki 14 gündən sonra onu qaytara bilərsən. Sən o paltarı gedib qaytarırsan, başqasını götürürsən. Hələ ədəvəsini də vursan, vicdansız. Belə şey eləməlisən də. Az yaxşı yadıma saldı. Nə çorabın 2 günü qalıb. Gəlirsə baxalım. Bur olasan səni. Üzr istəyirəm. Sifariş götürməyə gəldim. Hə, nə qərara gəldiniz? Menyudan seçəcəksiniz, yoxsa bu qardaşın köynəyindən? Bayaqdan baxıram orada kameradan. Elə bir çıxardırsan, xaldanik əvəzi işlədirsən hələ. Sən məndən aldın çaya boy. Ha, sən gördün də. Gördün. Səhləşməyək də burada. Yaxşı eləyirəm. Eşitsən. Bəli, müəllim. Deməli. Başıma dönərəm, müəllim. 5 manata gözbə bu qədər sürət vermir. Bəli, müəllim, de. Eşitsən. Can. Deməli, sən marina olunmuş qoyun. Marina olunmuş qoyun. 35 dərəcədə bişsin. 35. 36 olmaz da. Yox, 35 dərəcədə bişsin. Oturaq olsun, gülərüz olsun. Oturaq belə. Belə. Bir də göstər. Ay, problem yoxdur. Boyuna vinetka şəkli çəkdirirsən. Pul var istəyirəm, çəkdirdim də, dağıdım da pul. Sənin müəllimlə işin olmasın. Dava görüm nə sifariş verəcəksən, səni gözləyirəm. Azarbat nə yeyək? Bilmirəm, nə yesən ondan yeyərəm. Bizə bir bacı dolması gətir. Mən biləni bu 3 bacı olur da, yəni bir bacı hardan çıxdı bu? 3 bacı raskotdur, bir bacı gətir. Mən nə yeyəcəm? Az ətin sən yeyərsən, badımcanım mən də. Dostlar. Bu danışa bilirmiş ha. Yalandan oturmayıbmış orada. Bəli. Mən bayaqdan sizə fikir verirəm burada. Siz o qədər gözəl, alicənab bir ailəyə oxşuyursunuz ki, bölmək istəmədim, amma tab gətirmədim, dözmədim. Mən istəyirəm ki, bu ilk badəni elə məhz bu cür ailənin sağlığına qaldırım. Şərəfə dostlar. Nə gözəl adamdır, gözəl, nə bədəni, nə əxlaqı. Nə vaxtsa qoyun təzə qapıya baxan kimi. Bunun bir rum qaraqat genofondu dəyişdi. Araq mədiyə çatmayıb, çerezuzlaq bir an oldun sən. Mən bir dənə yarım çatım. Bir dənə məsləhət, qardaş yana. O xaşdan yiyin. Adamı bərk tutur. Səni xaş tutmayıb, səni araq tutur.
Haş adamı çox tutur. Ya. Haş adamı çox tutur. Aran adamı Aran adamı tok tutur. Tok tutur. Ay sağ ol. Ürəyim sıxıldı, hə. Eşsənmi? Deyirəm bəlkə bunun xəttinə dəyməyək. Zakaz verək gəlsin xaçdan. Ay Rövşən, bədxərclik eləmə də, xaç vaxtıdır indi. İncirərəm məndə orada əlavə var. Ay. Gətirirəm onu sizə. Ay, içim ağzına gələn danışırdı ana bu. Zalim oğlu, bu nə iyi də. Bu nə iyi də. Bir rum qarağa bu qədər spirti nətə yerləşdirdi bu. Bu. Pulu bəs? Pul, pul qarlaşınlıq. Ay, yenə. Sən o bir bacını gətirmə, mən özümə bir qardaş tapdım. Ye. Ay, çox dadlıdır. Deyirəm bəlkə bundan bir 10 post zakaz verək gəlsin stola, yediyimizi yemədiyimiz poldudana dağıdırıq. Deyirəm, bədxərclik eləmə, 10 pors nədir? Özdə Rövşən qardaş, 10 pors bizə nə deməkdir? 10 dənə dananı başsız qoymaq deməkdir. Nə qarsan sən? Sən niyə dananın nəsli üçün bu qədər? Dostlar, bu günləri sizin verdiyiniz, bəlkə də həyatda, Üstümə qaytararsan, otarsan. həyatda veririz. Qoy qardaş əl çalsın, o əl çalmaq istəyir. Bir də əl çalsın. Gəlir. Həyatda verdiyiniz ən düzgün qərardır. Bu xaçdan yeyən heç vaxt ölməz. Nə oldu buna? Öldü bu. Buna nə oldu? Ağzı piriymiş ha bunun. Nə oldu buna? Hə, yeməyinizi yeyin, pulsuz xaç tapmışam. Çəkilin. Mən gəldim, narahat olmayın. Ailəmizdə həkim çoxdur, qəti narahat olmayın. Nə dəxli var, Dəxlisi çoxdur. Mən ailə məclislərində o qədər tibbi terminlər eşitmişəm ki, yəni mənim bazam var. Başa düşdün? Bax görüm, bax Bax görüm. gör, nə oldu ona? Narahat olmayın, siz də narahat olmayın. Özür sayın. Süni nəfəs verəsən. Bu 100% xaçdan yeyib zəhərlər mundar olub. Nə bildin? Görmüsən sifətindən mallıq yağır. Ay, sənə nədir? Balalarım yetim qaldı. Ay Rövşən, necə yedik? Aşma! Balalarım yetim qaldı, ay Ay, Rövşən, Aşma! öləcəyik. Tez gəl bura, gəl bura. Gəl bunu apara xəstəxanaya ölə bilər bu. Ay Rövşən, öləcəyik. Öləcəyik. Mən ölmək istəmirəm. Balalarım yetim qaldı, öləcəyik. Azələ bizim uşağımız olmayıb, hada qalın yetim. Məsələn, nətər olmayıb, başın gedib deyəsən. Sənin piyaninadır da bu. Demək xodda. Biraz da taxt o tərəfə. Ha bu, nə deyil ha bu? Elə biz də yediyəm bundan. Biz də zəhərdən. Afsiyant! Kreskavı yedi. Afsiyant! Aycan! Bizə təcili aydan ver, aydan. Ayran, baş üstə. Dağıl! Ayran neçədir? 5 manata. Qatıq neçədir? 2 manata. Onda bir dənə qatıq ver, bir də krantın yerini göstər. Ay Rövşən, mən ölmək Bir dəqiqə istəmirəm. deyən, ölmək nə də? Bir dəqiqə deyən, qəbristanlıqda yer, mərmər daşı, üstəcəl ehsan, ay dədəvay, mərasim evi, 3-7-40, qəbristanlıqda da yer bilirsiniz neçədir, iki otaqlı evdir. Ay, yox, mən ölməkdən qorxuram, rasxod çoxdur bunun. Yaxşı da, nə olar gedək xəstəxanaya, Semaşkaya gedək, Sabunçuya gedək, bir yerə gedək, ölmək istəmirəm. Az mən deyirəm ölməkdən qorxuram, sən deyirsən Sabunçuya gedək. Elə ölürəm, rasxodsuz ölürəm də burada, gələ oranın koridorunda ölüm. Sənin bu simişliyivə görə mən ölmək istəmirəm. Mən də istəmirəm. Öləcəyik biz. Ölmək istəmirəm. Ay Rövşən, bir şey elə. Salam aleyküm. Ölməkdən söhbət gedirdi, elə mən gəldim. Əzrailsən sən. Yox, qardaş, vəkiləm mən. Boşanma, cərimə,
Nə lazımdır o işlərə mən baxıram. Sən Əzraildən betərsən. Sən burada niyə aşpazı işləyirsən ki, bu işləri bilirsənsə? Qardaş, illər öncə idi. Bu restorana müştəri olaraq gəldim. Özümə bir dənə hokoko mokoko lokko sifariş elədim. Ha, lokko. Hokoko mokoko nədir? Heç özüm də bilmirəm nədir. Yedim, ilkin ödənişi 3000 aldılar, ayda da 450 manat verirəm. Ödəyib qutara bilməmişəm 10 ildir. Sən yeməyi ipotek yeyirsən. Yaşında nə olar, səsə danışmağa qutarında nə olar? Ölüb gedəcəyik, bəlkə də saniyələr qalıb ölməyimizə. Sən vəkil idin də. Bəli. Vəkil də buradadır. Gələ son saniyələrimizə şey eləyək. Nə deyirlər ona? Vəsiyyətimizi eləyək. Müəllim, siz varınızı, dövlətinizi kimə vəsiyyət edirsiniz? Başlar Rövşən. Mən bu günə qədər gecə, gündüz dayanmadan, gecə bilmədən, gündüz bilmədən işlədiyimi, qazandığım nə varsa, əziyyətlə, zillətlə nə qazanmışamsa, hamısını ailəmə vəsiyyət edirəm. Uca insan. Can ay Rövşən, bizim nə qədər mal varlığımız var? 22 manat 30 qəpik. 22 manat 30 qəpik? Hə. Məzələrsən? Az nə məzələnlə biz günə-gün yaşayan adam olmuşuq da cimizə 5 manat dəyən kimi dağıtmışıq, ona buna qohum əqrəbi acıq vermişik. Nə də olmayıb da, qırağa pul atanmamışıq. Nə var, yiyib dağıtmışıq. 22 manat da cimdə pul var, heç bilmirəm burada şort gəlsə onu verə biləcək yoxsa yox. Ha, bu boyda kişidə 22 manat çıxdı. Nə olub kişiyə? Yox, heç Nə olub ki kişiyə? Sizdə nə var? Siz kimə nəyinizi vəsiyyət edirsiniz? Ha, mən nə arayacağım, hə? Nəyini arayacağım, ay Simic? Sənin nəyin var, nə arasan? Az yox, fikirləşirəm ki, bu Bentley-ni kimə qoyum. Mərdəkandakı bağ, Yasamaldakı 3 ev. Bunları kimə qoyub ki? Bizim evimiz var imiş, maşınımız, bax, bizim pulumuz var imiş. Azar, Qreşka yığmışam da mən. Sən halvadır, hər paltarı gedib dəyişdirib, self eləyib qaytarmaq. Və gələcəyimizi fikirləşmişəm də. Sən nətər neçə illik arvadına malını mülkünü gizləyə bilərsən? Gələcək. Allah başıma ağrılar girdi. Biz neçə ildir varlıq içində yoxluq çəkmişik, sən xəbərin var? Biz gələcəyimizi fikirləşə, keçmişimizi yaşamamışıq. Keçmişdə qaldı, yox. Nə baxsa, 22 manat pulla üzümə baxmayla. Ha, baxayım, mənim halım çox pisdir. Xaş yer hələ. Belə olmaz. Belə olmaz, mən o maşına minməmişəm, Mən o bağın üzünü görməmişəm. Həqiqə mən minmişəm o maşına. Arada bir moyka yaparam, qatarım yerinə. Heç o evi də açmamış. Amma mən ürəklə heç vaxt bir məclisdə deməmişəm, heç şot mənlikdir. Hamısı buna görə də. İstəyirsən çıxart pencəyim, gəl, masa götür. Yox, rahat otur. Sən çox heyf, kaş səndən evlənməzdim. Nə olardı ki? Bax, əvvəlcədən deyərdin ki, bizim malımız, mülkümüz var. Biz də evdə kiftəmizi yeyə. Gələcəyimizi fikirləşə, oturub keçmişimizi yaşayardıq. Nə olardı, hə? Hamı da bizim kimi. Gələcəyini fikirləşə, bu gününü yaşayardı. Da sən kimi cibindən kreçka çıxardır. Rövşən, keşke sən də bu qədər bədxərc olmayardın. Biz gələcəyimizi fikirləşməmişik, bugünümüzü fikirləşə gör nə hala qalmışıq. Yeməzdik də bütün gün o kiftəni, yiyərdik kartoşka qızartması, pulumuz olardı, uşağımızın dalına bir şey alıp yığa bilərdik. Qızlar, problem kiftədirsə, mən bir post kiftə alım, bu ağlaşmanı qutaraq da. Dostlar. Sən ölməmişdin bə? Mən niyə ölürəm, dostum mənim? Mən eşitdim ki, mənə görə çox narahat olmuşsunuz. Ay, bu yaxdan ağlayır buna bak, göz bıldır yaş dök. Ay, kıyamam sana. Mən... Niyə Türk oldu ki, eski? Sözü yadından çıxıb. Bu... Kıyamam sana, Tüney Tarkınsan sen. Bir də. Emrah oldu ya Haris. Bir də getdik. Mən eşitdim ki, siz mənə görə narahat olmuşsunuz. O qədər bərxudar oldum ki...
Çox sevindim mənə görə narahat olduğunuza dostum mənim. İndi bu xaçdan ölməyib, yəni? Yox, ölüb postu dayanıb ayaq üstə. Sən xaçdan zəhərlənməmişsən. Yox, mənim məlum oldu ki, bəs getdim xəstəxanaya, mədəmi yudular. Hər şey o qədər rahat oldu ki, akazsa mən içkidən zəhərlənmişəm. Hə. Heç nə, həmişə ayaq üstə. Çox sağ olun, Yəni minnətdaram. biz o ölməyəcək də biz də o xaçdan yedik. Hər şey yaxşıdır. Yaxşıdır, yaxşıdır. Ha, mən o qədər şey deyəndən sonra nətər yaşayacağam. Sən heç narahat olma. Səni özüm yaşadacağam. İnanıram. O Bentlini, Mərdəkanı İnanıram. bundan sonra həyatında başlayırız ha. Gülmə Rövşən, gülmə. Sən bundan sonra öldün Rövşən, öldün. O kartlarını da verirsən mənə, bu 17 almısan ha, bu 17. Bu 17-ni də satırıq, uşaqlarımızın gələcəyinə qoyuruq. Eşidirsən məni? 17-də çıxıb. Belə bir hələ 11 deyil. Dostlar, olmadı ki, gəlin dalaşmayaq. Burada gözəl kəlamlar səsləndi, dərslər alındı və məncə artıq məqam yetişdi bu badəni qaldırmağa. Sən içmə, içim. Xromasomlarının sayı artır sənin, içmə. Yox. O araqdan idi. Mən həkimdən də soruşdum. Bu çaxırdır. Çaxır mənə heç nə eləmir. Şərəfə dostlar. Hə, şərəfə. Kaş içməsin. Ay, bax, stop bu qaçın. Durulmasın ara! Dur. Aziz dostlar. Dur gəl. Gəlin. Gəlin komandanı alqışlayaq əziz dostlar. Necə idi əziz dostlar? Təşəkkür edirik. Əziz dostlar, bugünkü tamaşamız, bizim verilişimiz sona çatdı. Amma sonda həmişə bir şey eləyirik biz, əziz dostlar, video çəkirik. Demək, mən telefonu çıxardacağım. Siləcəm, kasıb telefonu. Silmiş deyiləm, pulum yoxdur. Əziz dostlar, Sən Zarafat elə verilişinin növbəti buraxılışı başa çatdı. Necə idi dostlar? Sağ olun, gecəniz xeyrə qalsın. Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyatda sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə. Sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə.